Bura Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsidir. Qəsəbə günü-gündən inkişaf etsə də, onun yol infrastrukturu üçün bunu demək qeyri-mümkündür. Sakinlər bildirirlər ki, yolsuzluq və səkilərin olmaması onlar üçün çətinlik yaradır. Qəsəbənin əsas yollarında illərdir bərpa işləri aparılmayıb. Yol boyu saysız-hesabsız çuxurlar nəinki avtomobillərin hərəkətini çətinləşdirir, hətta qəzaların baş verməsinə də səbəb olur. Yollar çox bərbad gündadır. Çox bərbad gündadır. Gəlirlər, qırırlar, gedirlər, 10 gün, 15 gün çəkmir, 20 gün çəkmir, yenə belə olur. Maşınlar da saxlayıb, piyadalar keçə bilmir. Biz səkilər qoysa, səkin qırağına rahat piyada girib gələ bilər. O yan da onun kimi. Köhnə Günəşdəki görmüsünüz də yəqin ki, Köhnə Günəşdəki. Onun kimi burada bir tədbir görülsün. Yol da səliqəli olsun, gedən də, gələn də rahatçılığı olsun. Axşama biz bu yolda işləyirik, aşağı yuxarıda gedib gəlirik indi Günəşlidir qəsəbəsi. Hər tərəf yağmadı. Yolları qırağında yer yoxdur insanlar üçün keçməyə. Baxın, yamaq. Bax belə bax, görün yolda nə qədər yamaq var. Belə şey olar. Bax görün nə gündədir. Bax, bu yamaqlara baxın. Qəsəbə sakinlərinin üzləşdiyi problem təkcə bu deyil. Yol kənarında piyada səkillərinin olmaması vəziyyəti daha da ağırlaşdırır. Sakinlər az yaşlı uşaqlardan tutmuş yaşlı insanlara qədər məcburən maşın yoluna çıxaraq hərəkət etməli olurlar. Bu isə onların həyatının təhlükəyə atılması deməkdir. Səki yoxdur. O da çox böyük narahatçılıqlara səbəb olur. Yaşlı insanlar olur, uşaqla gedən olur, ondan sonra kalaska ilə gedən olur. Bu da narahatçılıq yaranır. Ya narahatçılıq öz yerində, bunun sonu Allah uzaq eləsin. Başqa hadisələr də ola bilər. Olmayıb da, olmasın da. Amma bu cür vəziyyətdə bu yolu saxlamaq heç xoşa gələn bir cəhət deyil. Yolda narahatçılıq var. Əlbəttə, sək olsa hamı uşağın da özü də yaparar. Uşaq özü də gedib gələ bilər. 6-cı sinifin tələbəsin biz məktəbə özüm aparıb gətirirəm. Nəyə görə? Uşaq özü gedə bilər də, yaxında məsafə deyil. Amma maşına görə qorxuruq. Yollarımız pis gündədir, məhəllə arası pis gündədir. Evimizə gedə bilmirik. Həftədə bir də periodok yığdırırıq maşına. Vallahi belə olmaz. Pis gündədir hər yan. Qəsəbə sakinləri yolun təmir olunacağı və piyadaların həyatının təhlükədən xilas olacağı günü gözləyirlər. Məsələ ilə bağlı Suraxanı rayonu icra hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan şifahi bildirildi ki, Suraxanı rayonunda asfaltsız və səkissiz küçələrin təmiri ilə bağlı rayon icra hakimiyyəti tərəfindən Avtomobil Yolları Dövlət Agentliyinə müvafiq məktubla müraciət ünvanlanıb. Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirdilər ki, təmirə ehtiyac olan küçələrdə bu işlərin görülməsi müvafiq dövlət proqramlarına əsasən plana uyğun ardıcıllıqla yerinə yetiriləcək.